Bugün Yeni Azərbaycan Partiyası Yasamal rayon Sokarın Neft-Qaz Elmi Tədqiqat Layihə İnstitutu Ərazi İlk Partiya Təşkilatının ümumi yığıncağı keçirildi. Gündəlikdə duran əsas məsələlər Yeni Azərbaycan Partiyasının Azərbaycanın bugünkü uğurlarına, töhfələrinə baxışın keçirilməsi, partiya sıralarına yeni daxil olanlara üzvlük vəsiqəsinin verilməsi və qəbul üçün müraciət edənlərin ərizələrinə baxılması idi. İclasda partiya sıralarına qəbul üçün müraciət edənlərin ərizələrinə baxıldı. Yeni üzvlərə vəsiqələr təqdim olundu. Yeni üzvlərə Neft-Qaz Elmi Tədqiqat Layihə İnstitutunun direktoru Fəxrəddin İsmailov, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, İki Sahil qəzetinin baş redaktoru Vüqar Rəhimzadə təqdim edərək onlara uğurlar arzuladılar. Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov çıxışında Azərbaycanın günbəgün möhkəmlənən mövqeyindən bəhs etdi. Bildirdi ki, iqtisadi imkanlarını artıran Azərbaycanın beynəlxalq aləmdə yeri və rolu böyükdür. Bugün ölkəmizin ev sahibliyi etdiyi bir-birindən önəmli beynəlxalq tədbirlər də bu kimi məqamlara işıq salır.